Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reax TV-nin efirində siyasi reaksiyanın canlı yayın buraxılışıdır. Hamınızı salamlayıram və öncədən xahiş edirəm ki, yayımı bəyənib paylaşasınız ki, daha çox şəxs tərəfindən izlənilə bilsin. Bugün biz ölkə və dünya gündəmini müzakirə eləyəcəyik və sizdən də xahişim budur ki, bu müzakirədə iştirak edəsiniz və yayım canlı chat bölümündə əlbəttə ki, öz fikirlərinizi deyəsiniz. Və hər yeni qatılan tamaşaçımızdan isə mütləq yayımı bəyənib paylaşmağını xahiş edəcəm. Dəyərli izləyicilər, əziz dostlar, bilirsiniz ki, bizim bu kanalları ayaqda tutmaq üçün YouTube-dan gələn gəlirlər çox önəmlidir. Biləsiniz, çox önəmlidir. Bu isə sizin yayımı bəyənib paylaşmağınız və rəylərlə olur. Sizdən heç bir vəsait çıxılmır, amma yayım nə qədər çox bəyənilirsə, YouTube həmin o yayıma reklam verir və o reklam gəlirləri də bizə ödənilir. Eyni zamanda kanala dəstək olmaq üçün aşağıda kart nömrəsi də var, amma hərçənd ki, mən elə bu vaxta qədər görməmişəm elə bir şey. Amma önəmli də deyil. Elə yayımı bəyənib paylaşsanız, bu bizim üçün yetərli ola bilər. Bilirsiniz ki, gündəm çox doludur və biz bugün həmin bu gündəmi müzakirə eləyirik. Turan Hərəkatının başqanı Cahandar Bayoğlu ilə. Axşamınız xeyir Cahandar bəy, xoş gəldiniz. Axşamınız xeyir Zahir bəy. Mən də hər kəs salamlayıram, başarılı yayınlar diləyirəm. Çox sağ olun. Cahandar bəy, öncə istəyərdim biz hal-hazırda yaşanan Hindistan-Pakistan gərginliyindən danışaq. Çünki Pakistan bizim üçün qardaş bir ölkədir. Necə ki, Türkiyəyə biz qardaş ölkə deyirik, eləcə Pakistana da qardaş ölkə deyirik. Pakistan nəinki bizimlə, eyni zamanda Türkiyə ilə də qardaş ölkədir, dost ölkədir. Niyə Türkiyəni qeyd edirəm? Çünki bəzən elə dövlətlər var ki, onlarla tutalım, bizim münasibətimiz normaldır, Türkiyənin münasibəti normal deyil. Yaxud Türkiyə ilə elə bir dövlət var ki, münasibəti normaldır, bizi ilə normal deyil. Yəni, Pakistan bizim Türkiyə ilə yeganə kəsişən nöqtəmizdir deyə bilərəm ki, hər iki qardaş dövlətlə yaxın və qardaş və dost dövlətdir. Buyurun, sizə eşidək. Zahir bəy, təbii ki, bugün dünyanın bir çox qaynar ocaqları var. Həm dondurulmuş, zaman-zaman kimlərəsə lazım olanda ateşləndirən ocaqlar. Onlardan biri də bilirsiniz ki, 1947-ci ildən bu yana Pakistanın özünün İslam dövləti olduğu dövrdən, bağımsız bir siyasət yürütdüyü dövrdən İngiliz koloniyasından ayrılıb öz dövlət siyasətini qurma mərhələsindən bu yana hər 10 ildən bir demək olar ki, Pakistan və Hindistan arasında bir savaş durumu yaranır. Bu savaş durumundan da təbii ki, savaşın yaranması üçün o bölgədə konflikti yaradan güclər yararlanmağa çalışırlar və yararlanırlar. Bəli. Siz də bilirsiniz ki, məsələn üçün, dünyada bir çox belə ocaqlar qalır hələ də, həll olmuş problemlər. Məsələn, Yaponiya və SSR arasında Kuril adaları məsələsi. Eyni zamanda deyək ki, Yunanistan və Türkiyə arasında Kuzey Kıbrıs Türk Cumhuriyyətinin bugünə qədər tam mənada sorun həll olunmaması. Digər tərəfdən Filistin və İsrail məsələsi, Filistin dövlət kimi tanınması qərarı verilsə də, İsrailin Filistinə qarşı savaş durumu. Bütün bunlar yanaşı bilirsiniz ki, Qarabağ sorunu da bu niyyətlə yaranmışdı ki, Ermənistan və Azərbaycan arasında belə bir savaş durumu yaratsınlar ki, özləri yararlansınlar. Bəli. Bütün bu konfliktlər təbii ki, böyük güclərin maraqlarına xidmət edir və xüsusilə də son dövrlər yaranmış yeni müharibə ocağı, həlli yaxın zamanda görünməyən Ukrayna və Rusiya arasında olan konflikt. Bəli. Bütün bunların hamısı eyni məqsədlər üçün yaradılıb. Hədəf problemin çözülməsi deyil, problemin özündən kimlərinsə, yəni böyük güc mərkəzlərindən danışırıq, yararlanmasından söhbət gedir. Məqsədləri bu konfliktləri qızışdıraraq ayrı-ayrı dövlətlərlə baskı hərəkətini gerçəkləşdirirlər və sonra da barışçı bir niyyətlə gəlirlər. Tərəflərə deyirlər ki, savaşı dayandırmağınız lazımdır.
hər iki tərəfə xoş görünürlər. Onlara deyirlər, bax biz olmasaydıq sizə əzəz idilər. Bu tələbələr deyirlər ki, bax biz olmasaydı sən əzəz idilər. Bəli. Buradan yararlanırlar. Bugün də bilirsiniz ki, Ön Asiyada bütünlüklə dünya siyasətində yeni bir mənzərə yaranıb. Artıq dünya 2010-cu ildəki dünya deyil, 2000-ci ildəki dünya deyil və əski illərdə olan dünya deyil, yeni bir dünya var. Bəli. Ön Asiyada da bilirsiniz ki, Qazze üzərindən daha çox Ərəb baharı deyilən bir bahardan sonra Orta Doğunu şəkilləndirməyə çalışdılar və bu şəkillənmə istədikləri nəticəni vermədi. Bu nəticənin verməməsində əsas səbəb Türkiyənin diktatörlük siyasəti oldu. Orada qurulmuş oyun Türkiyə pozdu. Türkiyənin bölgədə bağımsız siyasət yürütməsi, özəllə 2016-cı ildən bu yana Türkiyənin fətullahsız bir Türkiyə olması, dış güclərin örgütlədiyi və güclü olduğu bir Türkiyənin dışında yeni bir Türkiyənin doğuşu və öz sözünü deməsi bütün dünya siyasətində çox maraqların qarşısını aldı və fərqli bir siyasətin yaranmasına gətirib çıxardı və Türkiyədə getdikcə dik duruşlu siyasətini gücləndirdi. Nəticədə Azərbaycana dayaq durmaqla Azərbaycan bəlkə də dünya güclərini və dünya dövlətlərini və o problemi yaradan qüvvələrin tam mənada gözləmədiyi bir situasiyada Qarabağ azad etdi. Və yeni bir Qafqazda deyil, bəlkə də sınırları daha çox uzaq məsafələrə gedən bir problemi biz çözə bildik və dünya siyasətində yeni birlik gəldi. Dayanan problem həll edildi. Digər tərəfdən təbii ki, bilirsiniz ki, İraq darmadağın olundu zamanında. İraqda nələr oldu? Suriyanın özü dağıldı, amma Suriyanın üzərində yeni dövlətçiklər qurmaq istəyirdilər. O da baş tutmadı. Suriyada Türkiyənin son həmləsi Əhməd Ər-Şaranın liderliyində dağılmış bir Suriyada yeni bir siyasi mənzərənin yaranması təbii ki, yenidən dünya siyasətinə fərqli bir rəng gətirdi. Bəli. Bu rənglərin gətirilməsi həm Türkiyənin getdikcə nəinki bölgədə, həm də dünya siyasətində mövqeyinin güclənməsinə gətirdi. Orta Doğu siyasətində qurulmuş proyekt artıq özünü təsdiq eləmədi. Bu proyektin içərisinə yeni bir Türkiyənin iradəsi və gücü bölgədə olan dövlətlərin və millətlərin maraqlarına uyğun olaraq həyata keçməyə başladı. Türkiyə bu siyasətdə özünün hansısa bir imperialist məfkürəsini ortaya qoymadı. Hər hansı bir baskıcı siyasətin içərisinə girmədi. İngiltərə kimi demədi ki, mənim dilim, yəni İngilis dili Hindistanda, Pakistanda hər yerdə dövlət dili olacaq, bütün eğitim dili İngiliscə olacaq demədi. Heç bir ölkə demir ki, mənim türkcə oxumalısınız. Necə ki, Rusya deyir ki, rusca oxumalısınız. Bəli. O deyir İngiliscə, bu deyir Fransızca oxumalısınız, mənim koloniyalarım olmalısınız. Türkiyədə dedi ki, bizə heç bir koloniya lazım deyil. Biz kolonialist dövlət deyilik və millət də deyilik ki, o siyasətin içərisində yer alaq. Hər bir xalq öz azadlığını təmin eləməlidir, öz dövlətin, var olan dövlətlərin özlərinin varlığını təsdiq eləməlidir və azad yaşamalıdırlar. Bu siyasət təbii ki, imperialist güclərin maraqlarına tam mənada zidd olduğu bir dövrdə mən hesab edirəm ki, Orta Doğuda böyük bir başarısızlığa uğrayan imperialist güclər və onların kuklaları yenidən Hindistana bir baskı həyata keçirib Pakistana bir hücum təşkil elədilər. Deyirsiniz ki, Hindistanı yəni belə deyək, məcbur eləyirlər. Hindistan təbii ki, onların Hindistanda üzr istəyirəm Candır bəy, son vaxtlar olan o İslamofobiya, xüsusilə bu Moidinin hakimiyyəti dövründə bilirsiniz də o qatı belə hindusdur, yəni özlərinin dini ilə bağlı və birbaşa müsəlman düşmənidir. Onun vaxtında neçə dənə məscidlər sökülüb, onların məbədgahına çevrilib və müsəlmanlara qarşı orada çox ciddi bir baskı var. Yəni bu, yəni sizcə kimsə yönəldir Hindistanı ki, sən get bunu elə, kimsə onu məcbur eləyir? Sual bəy, bilirsiniz ki, bölgədə, həmin bölgədə Hindistan, Pakistan, Əfqanistan coğrafiyasında uzun müddət Timurilər və Babürlər imperatorluğu hakim olub. Babürlər imperatorluğu 1800 yadımdadır, 8-ci ildə sübut eləyib. Bəli. Və ona qədər də bilirsiniz, o bölgədə böyük türk imperatoru Afşar imperiyası olub. Bəli. Nadir Afşarın liderliyində və sonra da
Mirza Afşarın liderliyində 1796-cı ilə qədər davam edib. Böyük Türk imperiyası çöküşü təbii ki, imperialist güclərin o zaman daha çox İngiltərənin o bölgədə apardığı siyasət sayəsində həyata keçirilib və nəticədə də bölgədə yeni bir siyasi mənzərə yaratmağa çalışıblar. Yaratdıqca öz hakimiyyətlərini gücləndiriblər. Nəticə sınırlarını genişləndirməyə xidmət edib və ilk olaraq da yararlandıqları dövlət Hindular olub. Bəli. Hinduslar. Sonra da onların müsəlman uzantısı farslar olub. Belə Candar bəy, o sualı verəcəkdim sizə. Yaxşı yerə gəldiniz. Fikrim yadımdan çıxmasın deyənə qeyd elədim. Bax, bu məlumdur. Hindistan İslam düşmənçiliyi eləyir də, düzdürmü? O təbii ki, bunlar İslam dövləti niyə onlarla müttəfiq olur, onu demək istəyirəm. O sual mənim üçün gerçəkdən çox maraqlıdır, dəyərli izləyicilər. Sizə də verirəm bu sualı, siz də yazın. Yəni, Hindistanın İslam-müsəlman düşməni olduğu gizli deyil, açıqdır, açıq şəkildə gedir. Amma necə olur ki, bir İslam ölkəsi də onu ilə qardaşlıq eləyir, dostluq eləyir, İrandan söhbət gedir. Mənim üçün gerçəkdən maraqlıdır. Candar bəy, mənə gəlir ki, bunu ən yaxşı izah eləyə heç bir dövlət nə xristiyan təəssübkeşidir, nə İslam, nə də ayrı-ayrı dinlərin təəssübkeşi olan dövlət yoxdur. Dövlətlərin maraqları var ki, o dövlətlərin maraqları dini də, məzhəbləri də, ayrı-ayrı dini təriqətləri də istismar edib, öz maraqlarını həyata keçirmək uğrunda mübarizədən başqa bir şey deyil. Onun kimi də... Yox da rəsmi adı var da, İslam Respublikası. Təbii ki, ona gəlir. Necə olur? Hinduslarla, Hindus deyəndə farslar da Hindus, elə deyil mi? Eyni kökdəndirlər. Ermənilər də onlardır. Erməni millətlərdir. Hətta Slavlar da eyni kökdən də olar, Hind dil qrupuna aiddirlər eyni zamanda. Mövzu nədən gedir, nəyə gətirdim? Tarixdə Türk imperiyaların çökdükcə Batı dünyasında daha çox qabaran bir İngilis siyasəti olub. Nəticədə həmin İngilis siyasəti yerlərdə Türk düşməni olan xalqlardan istifadə ediblər. Ən onlar üçün cazib olan xalq Hinduslar olub. Tarixən də böyük türklər, hələ mən eramızdan əvvəllərdən danışıram. Alpar Tunqanın dövründən danışıram ki, o dövrlərdən bu yana Avrasiya coğrafiyasında ana 3-4 millət olub. Deyək ki, ərəblər olub, türklər olub, çinlilər olub, bir də Hinduslar olub əsas. Savaşlar da deyək ki, bu xalqlar arasında gedəndə ən çox bunların türk imperiyalarına qarşı məkirli siyasət aparanlardan biri bu Hinduslar olub. Onların da bizlərlə savaşlar olub. Dinlərini dəyişdikcə, dinlərini saxladıqca, bütün bunlara baxmayaraq hər zaman bizə qarşı bir fitnənin içərisində olublar. Türk imperiyaları çöktürüldüyü zaman bu qüvvədən də Batı dünyası yararlanmağa başlayıb. Yararlandıqca sınırlarını genişdiriblər həmin millət üzərindən. Həmin millətin töküntüləri üzərindən. Farslar onların töküntüsüdür, ermənilər onların töküntüsüdür. Yunanistanda da onların bir töküntüsü olan bir uzantıları var. Mahiyyətə fikir ver, neyinidir? Onlar bu millət üzərindən və onun töküntüləri üzərindən Türk millətini və Türk dövlətlərini parçaladıqca, onları vurduqca, onlar bu bölgədə hakim olmağa başlayıblar. Hər kəs də bilir ki, bugün Pakistanlıların özü Hindusdur. Biri müsəlmandır, daha çox Hindistanlar da deyək ki, Buddhistdir, amma Hindistanın özündə də hər kəs də bilir ki, bugün 230-250 milyona yaxın müsəlman yaşayır. Onların da böyük bir qismi Kəşmirdə yaşayır ki, həmin Kəşmir bölgəsindən də bugün bir konflikt yaşanır. Bəli. Və həmin Kəşmirdə olan konflikt mərkəzindən də Batı dünyası bugün Pakistan və Hindistan üzrə qoymağı bacarırlar. Bəli. Biz daha çox bunlara diqqət eləməliyik. Elə yeri gəlmişkən bu işdə Amerikanın yeri hardadır? Təbii ki, bilirsiniz, İngiltərə hardadır, Amerika da oradadır. Bunu biz ayrı-ayrı maraqlar kəsişən zamanlarında bir-birinə tərs gələ bilərlər, amma böyük siyasət də bir yerdədirlər. İngiltərənin, Amerika dövlətini quranlar elə ingilislərdir və onlarla da bir yerdə olan, deyək ki, ayrı-ayrı qruplaşmalardır, Avropa qruplaşmalarıdır ki, onlar bir yerdə iştirak ediblər. Bu siyasət içərisində də hər kəs də bilir ki, deyək ki,
bugün özəlliklə Orta Doğu siyasətində Amerikanın və İngiltərəni müəyyən mənada məsafəli görünsələr də, dərinliklərdə bir yerdədirlər. Dövlətlər maraqlarının çatışdığı yerlər olmasına baxmayaraq, ümumi prinsiplər məsələsində yenə ortaq çalışırlar. O baxımdan da mən hesab edirəm ki, bugün Amerika və İngiltərənin siyasətinə fərqli çalarları biz görsək də, ən azından güclənən bir Türkiyəyə qarşı siyasətdə bizə qarşıdırlar. Avrasiyada da bu imperialist məfkürələr darmadağın olduqca, tarixə getdikcə əzilən, parçalanan böyük türk milləti olduğuna görə, o parçalanan türk millətini parçalayan qüvvələr zəiflədikcə bölgədə qabaran da türk millətidir. Bunlar indi yollar axtarırlar ki, türk millətinin qarşısını necə alsınlar. Ön Asiyada Türkiyənin liderliyində böyük türk milləti artıq iradəsini qoyub və böyük türk millətində Türkiyə Cumhuriyyəti bugün bu siyasətin öncüllüyünü həyata keçirir və bu Türkiyənin siyasətinə qarşı da çıxa bilmirlər. Çünki güc amili artıq Türkiyədə öz sözünü deməyə başlayır. Bugün hərbi sənayesi %80 tam Türkiyənin özünün olduğu bir Türkiyə artıq əskəri baxımdan dış güclərə asılı deyil. Və eyni zamanda Türkiyənin ekonomisi bilirsiniz 10 il, 15 il bundan qabaq dış güclərin tam baskısı altındaydı. Türkiyədə nə olursa inflyasiya, devalvasiya, bir siyasət qurulurdu, bankalar paralarını çəkirdi. Böyük para baronları da paralarını çəkən kimi Türkiyənin iqtisadiyyatına elə zərbə vururdular ki, Türkiyə onların təsirindən çıxa bilmirdi. Amma Türkiyə zaman-zaman, özəlliklə mən gəlin bunu biz açıq-açığına deyək ki, bu siyasət Sayın Erdoğanın liderliyində həyata keçən siyasət. Getdikcə, gücləndikcə Türkiyə bugün nə qədər artıq Türkiyədə devalvasiya yaratmaq istəyirlər, inflyasiyanı həyata keçirmək istəyirlər, görürsə artıq Türkiyə onlara sinə gəlir, artıq onların qarşılığında cavablarını verə bilir. Bunun qarşısında da onlar görür ki, Türkiyənin iqtisadi cəhətdən artıq əzə bilmədilər, xalqı dövlətə qarşı qaldıra bilmədilər. Fəthullah Gülen kimi içdə qurduqları çətələr dövlətə təsir etməyə imkanlarını zəiflətdi. Artıq müxalifət adı altında ayrı-ayrı siyasi kuklalar da iflasa uğradıqca Türkiyə ilə artıq hesablaşmağa məcbur oldular. Və Türkiyədə bu iradə ilə Ön Asiyada özəlliklə Suriya siyasətində, Suriyadan öncə bilirsiniz ki, Liviya siyasətində, Somalidə, Cibutidə, ayrı-ayrı Afrika və Asiya ölkələrində Türkiyənin getdikcə əskəri və gücü və öz varlığını daha çox sərt mənada qoyduğu bir zamanda bunlar Türkiyənin hesablaşmağa başladılar. Bugün Trump, Sayın Erdoğan və Türkiyə haqqında xoş sözlər deyirsə, elə birisi kefindən deyir. O hesab edir ki, artıq Türkiyə ilə çatışmaqdansa anlaşmaya getmək lazımdır. Anlaşmasalar bölgədə bütün nüfuzlarını itirəcəklər. Aydındır, mən istəyirəm mövzumuza qayıdaq və bununla bağlı bir kəlmə ilə, bir cümlə ilə soruşum ki, sonra başqa mövzularımızı da müzakirə eləməliyik. Deməli, əziz dostlar, dəyərli izləyicilər, sizdən isə yayımı bəyənib paylaşmağınızı xahiş edirəm. Hindistan-Pakistan müharibəsini necə görürsünüz? Yəni, nəticə olaraq necə hesablayırsınız? Sizin fikriniz necədir bu haqda? Bir cümlə ilə bunu... Sonra mən keçən dəfə proqramımızda dedim ki, bu çatışma olacaq. İlk təzahürləri özünü təsdiq edəcək. Amma zaman kəsində Hindistan geri çəkiləcək. Dün də savaşa fikir verdiniz, ilk ateş açan hava hücumlarından Hindistan oldu. Özəlliklə vurduğu hədəflər də dini inanc mərkəzləri oldu, diqqət elədiniz. Bunun yanaşı, hətta xristiyan kilsəsində vurdular. Xristiyan məktəblərini vurdular, məktəbini vurdular. Və bütün hallarda da ölənlərin içərisində sivillər vardı. Bəli. Bunun qarşılığında Pakistan elan etdi ki, biz cavab atəşlərini həyata keçirəcəyik. Pakistan da bilirsiniz, ilk olaraq gecə 5 Hindistanın əskəri uçağını indirdi. Çoxlu kayıplar Hindistan verməyə başladı. Bunun yanaşı
bütün hallarda, bütün mənalarda Pakistan öz xarakterini ortaya qoymağa başladı. Pakistan xarakterini ortaya qoymağa başlayan kimi Pakistan daha bir ağıllı siyasət yürüdü, elan elədi ki, biz savaşmaq deyil, anlaşmaq niyyətimiz var. Bizə qarşı ateş açılacaqsa cavab verəcəyik, amma bizim məqsədimiz, ana məqsədimiz savaşı davam etdirmək deyil. Bunun qarşılığında təbii ki, Hindistan özü hərəkətə gəlib savaşa başlatmayıb ki, dostları demək, təsir altında olduqları dövlətlər. Onlara demişdi, savaşı başladı, indi onlardan icazə almadı, davam edək, yoxsa başladaq. Ya da dayandıraq, belə deyək. Bunlar olmadığı bir dövrdə Hindistan tam mədən mövqeyini sərgiləyə bilmir və eyni zamanda Pakistanın dik duruşu onu göstərir ki, söhbət iki nüvə silahı olan dövlətdən gedir. Hər kəs də bilir ki, bu savaş dərinə gedə bilməz. Dərinə gedə bilməzsə, üçüncü tərəfdə də burada yararlanmaq istəyir. Bu konflikti yaradan tərəfdən mən təbii ki danışıram. Və eyni zamanda açıq demək lazımdır ki, bu konfliktin daha çox dərinləşməsində maraqlı olan dövlətlərin ən birincisi İsraildir, Zahir bəy. Bəli. Konfliktin daha dərinə getməsində maraqlı dövlət İsrail dövlətidir. İngiltərə təbii ki düyməni basıb hadisələrə baxır. Hər iki dövləti istirham etsin. Amma Amerikada bilirsiniz ki, savaşın əleyhinədir. Amma eyni zamanda biraz ehtiyatlı açıqlamalar verirlər. Həm də savaşın tam mənada əleyhinə olduğunu da bildirmirlər. Trump xüsusilə savaşla bağlı dedi ki, bu savaş arzu olunan savaş deyil, biz nəticələri gözləməyə məcburuq. Nə deməkdir? Bəli. Görsələr ki, Pakistan məğlub olur, üstünə gələcəklər. Görsələr ki, Pakistan dirəniş göstərir, müttəfiqlərlə bir yerdədir, daha qarşı tərəfə ciddi kayıplar verdirə bilər, onda deyəcəklər, bu savaş lazım deyil, anlaşmaq lazımdır, savaşı dayandırmağa gedəcəklər. Mən də hesab edirəm ki, Pakistan bu savaşda tək deyil. Özəlliklə ilk Pakistana siyasi dəstək verən Türkiyə oldu, bilirsiniz. Hakan Fidan, Pakistan Dışişlər Bakanı aradı. Biz savaşın yanında deyil, amma eyni zamanda əzilən bir Pakistan olarsa biz onun qarşısındayıq deyə bir açıqlama verdilər. Bu deməkdir ki, Pakistanı əzdirmərik. Biz savaş istəmirik, amma Pakistanı da əzdirmərik mesajı verildi. Mən hesab edirəm ki, Türkiyənin siyasətinə uyğun olan, düşünən və o siyasəti təqib edən dövlətlər də təbii ki, həmin siyasəti təqib edəcəklər. Mən özəlliklə Azərbaycanın bu siyasətin içərisində olduğunu tam mənada qəbul edirəm və inanıram ki, Azərbaycan belə bir siyasətdə tam mənada Türkiyə ilə bir yerdədir və bütün bunlara yanaşı əgər savaş olarsa, necə ki Qarabağda savaş oldu, Pakistan Azərbaycana hansı dəstəyi verdisə, Kəşmirdə elə bir savaş olarsa Azərbaycan həmin dəstəyi verəcəkdir. Bunu biz belə qəbul eləməliyik və biz bir dövlət təbii ki, bu siyasətini mən düşünürəm belə olacaq, amma bir xalq olaraq, bir millət olaraq biz Pakistanın yanındayıq. Savaş olacaqsa mən inanıram ki, aydındır. Savaş olacaqsa yox, savaş daha dərinə gedəcəksə, mən inanıram ki, Azərbaycanın savaşan övladları həmin savaşda Pakistanın müdafiəsində iştirak edəcək. Əlbəttə ki, bizim hamımızın borcudur. Əziz dostlar, dəyərli izləyicilər, yayımı bəyənib paylaşmağınızı xahiş edirəm. Burada tamaşaçılarımız görürəm, bayraq paylaşırlar və əslində mənim çox diqqətimi çəkdi həqiqətən də. İranın bayrağı ilə Pakistanın bayrağı çox oxşardı. Yəni demək olar ki, eyni bayraqdılar. Fikir vermişsiniz siz də? Pakistanı yoxsa Hindistanı? Hindistanın, üzr istəyirəm, Hindistanın. Mən sizə bir şey deyim. Çox oxşardı ya. Bu indi mən burada gördüm. Etnik birlikdə olan bir çox bölücü siyasətdə sadəcə çox oxşar deyəndə üzr istəyirəm Candar bəy, yerləri dəyişikdir də. Burada Pakistan, Hindistanda qırmızı birinci gəlir. İranda isə axırıncıdır. Ondan sizə bir sual verim Zahir bəy. Tacikistanın bayrağını görmüsünüz? Elə o da oxşardı. Yox, şöyle bütün rənglər eynidir, bir baxın. Bəli. Ondan sonra gəlim eyni. PKK-nın bayrağı. Doğru deyirsiniz. Baxın. Bəli. İkinci, İranın Azərbaycanda etnik separatizmi quran Talış Muğan Respublikasının bayrağına baxın. Bəli. Dördüncü Zahir bəy, Tac Cumhuriyyəti yaratmaq istəyiblər. O bayrağın da bir rənginə baxın. Bəli. Bütün bunların hamısı bir mərkəzlidir Zahir bəy. Bəli.
Doğru. Bu 300 il bundan qabaqki tariximizə dayanır. Böyük türk dövlətlərinə və türk dövlətlərinin və böyük türk millətinin dostlarına qarşı müharibədə birgəlik nümayiş edirən bir mərkəz var ki, o ayrı-ayrı separatçı və anti-milli və anti-insani dəyərləri həyata gətirirlər və onlar üzərindən siyasət qururlar ki, o siyasətin də bir mənası var, o ki, onlar eyni adamlardır, eyni mərkəzdir. Ona görə də əziz dostlar, dəyərli izləyicilər, o bəzi adamlar var ki, o ağam deyib başını yaranlar, bu hadisələrdən belə deyək, nəticə çıxartmalıdır. Burada baxıram, deməli, xanım yazmışdı, Rəhlə xanım Mənsimova yazır ki, Hindistan suyu kəsməklə Yezid kimi hərəkət edir. İran da Yezidə lənət deyə Yezidə dəstək verir. Ona görə də bu mövzunu burada yekunlaşdıram. Candar bəy, Netanyahu niyə gəlmədi Bakıya? Zahir bəy, Netanyahu elə gəlir, heç gəlmək fikri yox idi ki, gəlmədi. Yəni, bəs onda nə xəbər idi o yayıldı? Bu Netanyahu, Bakıda olan kimi. Netanyahu bilirsiniz, Zahir bəy, çatışmanın tərəfindədir. Bəli. Bu Hindistan, Pakistan siyasətində çatışmanın tərəfindədir ki, Qəzza çatışmasına qazanırsın. Bəli. Suriyanın və digər bölgə dövlətlərinin parçalanmasına qazanırsın. Oradakı dövlətlərin də parçalanmasından mübarizə aparır ki, özünü siyasətlə qazandırsın. Suriya dediniz, yeri gəlmişkən, qoy yadımda ikən sizə də bunu mən deyim. Fransa, ABŞ, Bərzani Suriyada Kürd problemini müzakirə ediblər, bildiniz də onu da? Fransa dövlət olaraq müzakirə edib. Hətta bir dənə sorğu keçiriblər, siz baxmısınızmı? Hansını deyirsiniz? Bərzanidir, hər halda orada bu şahın oğludur. Bir sıra belə adamların şəkillərini qoyub yazıblar, bu liderlərin hansını güclü sayırsınız. Orada Netanyahu'nun da rəsmi var. Bir də Trump'ın rəsmi var. Belə sorğular da keçirirlər. Fikir verin. Trump'ın yanında bu adamları qaldırmaqla onlara status qazandırmaq istəyirlər. Mövzu onunla gedir. Təbii ki, biz bunlara gələcəyik. Bu dövlətlər arasında və dünyada çatışmaq və torpaqların itirilməsi siyasətinin arxasında ilk duran İsrail, Netanyahu İsrailidir. Ukrayna savaşında da torpaqlarını itirib Rusiya tərəfindən işğal olunma siyasətinin arxasında Netanyahu İsraili durur. Və təbii ki, onu bu siyasətə gətirən dövlətlər durur. Amerikanın içərisində olan küresel mafiya durur. Avropa dövlətləri durur və öncüllə Fransa liderliyində durur. Burada Yunanistan öncüllükdə iştirak edir. Bunların hamısı bir yerdədir. İndi bu düşünün ki, Netanyahu Azərbaycana gələcəm nə zaman dedi? Pezişkən Bakıya gələndə, doğru mu? Bəli. Gəlmək xəbəri çıxanda, dəqiqləşəndə. Niyə? Pezişkən liderliyində olan bir siyasətlə Azərbaycan Cumhuriyyəti arasında anlaşma olmaz. Bir üzr istəyirəm. Burada üzr istəyirəm. Bir troll gəlib bura. Mən bilirsiniz də cavab vermirdim son vaxtlar belə trolla. Amma buna cavab vermək istəyirəm. Çünki bu öz soyadını yazmaqdan qorxan birisidir. Yazır ki, Zaur, şiyələrə qarşı düşmənçilik etmə. Candar bəy və bizi izləyən tamaşaçılar, sizin hamınıza müraciət edirəm. Şiyəliyin düşməni İrandır ki. Mən burada şiyəli ilə bağlı bir söz dedim mi? Şiyəli, mən deyirəm ki, Hindistan Pakistanın suyunu kəsib yezidlik eləyir. Onu da mən demədim mi? Burada xanım yazdı, Rəhlə xanım. Mən də dedim, ən böyük yezid İran İslam Respublikası. İndi nə demək istəyirəm? Mən heç onu da demədim. Mən deyirəm, dəfələrlə. Sual verdim ki, yaxşı, bəs Yezidə lənət deyən İran Hindistanın bu hərəkətinə niyə susur və Hindistanla tərəfdaşdır, İslamın düşməni olan Hindistanla. Mən Hindistanda görmüşəm özüm. Birbaşa İslama düşmənçilik eləyən rejim var orada və müsəlmanlara nifrət eləyirlər. Bəlkə bu Hindistan şiədir, biz bilmirik. İndi onların bir tayfası var da, bilirsiniz də, eyni oxşardılar. Onlar bir mərkəzlidirlər. Bəli. Bunların ana mərkəziyyəti eynidir. Ona görə mən səni ignor edemedim, sənə cavab verdim. Bunlar İslam dinini də, məzhəbləri də ona görə keçiriblər ki, onun üzərinə kirir niyyətlərini həyata keçirsinlər. Bunlar elə bilirsiniz ki, keyflərinə müsəlman olurlar. Üzr istəyirəm, şiəliyin də, müsəlmanlığın da qoruyucusu elə Azərbaycandır. Bax, bunu biləsiz. Ta əvvəldən elə indiyənə qədər də.
müsəlmanlığı da, şiəliyi də təriqət olaraq ki, mən təriqət tərəfdarı deyiləm. Mənə belə gəlir ki, heç bir təriqət olmalı deyil. Amma elə deyirsə, onun da qoruyucusu elə əsl Azərbaycandır. Əgər İrandırsa, İran dostu Hindistan necə ola bilir? İslamın düşməni Hindistan necə İran dostu olur? Nəysə, davam edelim. Zahir bəy, bu bir mövzu açıldı. Bura qısa bir yanaşmada məndən olsun. Bəli. İslam dünyası Ərəbistanda, ərəb xalqları içərisində yaransa da, dünyaya yayan və onu şərəfləndirən, İslamı bütün dünya xalqlarına doğru və düzgün çatdıran böyük türk milləti. İslam böyük türk millətinin omuzlarında dünyaya yayılıb. Və eyni zamanda bugünün özündə də tək İslam dövlət olan, müsəlman dövlət olan Türkiyə gerçək İslamı dünyaya təqdim edə bilir. Qalan bütün dövlətlər İslamı nə ilə təqdim ediblər dünya? Terrorçuluqla. Bəli. Terror deyəndə İslam anlayışı ortaya çıxırsa, onun birinci səbəbkarı İran İslam Cumhuriyyətidir və digər Ərəb Cumhuriyyətləridir ki, terroru himayə ediblər. Biz indi hal-hazırda bilirsiniz ki, İranda prezident Pezeşkiyan seçiləndən sonra biz İran İslam Cumhuriyyətinin xalqından başqa bir şey deyil. Belə mən onu demək istəyirəm. Biz fars-faşist cəryanından danışırıq, Zahir bəy. Fars-faşist İran xalqı İndus deyil ki, fars-faşist cəryanı İndus mərkəzi ilə idarə olunur. Onların ana məqsədi böyük türk millətinə və dünyanın düzəninə qarşı çıxmaqdır. İnsanlığa qarşı çıxma bir siyasətin içərisindədirlər. Min illərlə bu siyasətin içərisində yer alıblar. Təsvirlər olsun ki, 100 il bundan öncə böyük türk coğrafiyasında bir dövlət qurublar. İran ərazisi adlandırdıqları fars faşizmi hakimiyyətə gətirə biliblər. İndi biz də onlara deyirik ki, oradan düşkünlə, burada nə var axı? Kiminsə xətrinə dəyir, dünəndən xətirlərinə dəysin. Sən 12-13 milyon bir fars millətini, toplumunu istismar edib 1 milyon faşist cəryan, onu onun adından böyük 70 milyonu türk milləti nəzarətdə saxlamağa sənin haqqın var. Sən kimsən ki, məndən belə danışırsan? Söhbət bundan gedir və onun tərəfdarlarına deyirəm, kukulalıq eləməyin, adam olun və reallıqları qəbul edin. Bu gün Trump liderliyində Amerika Türkün qüdrətini qəbul edirsinizsə, çıqqılı olan hər kəs qəbul eləməlidir. Bu bir gerçəkdir, biz bundan danışırıq. İndi də mövzu nədən gəlirdi? Niyə Bakıya Netanyahu gəlmədi? Doğru mu? Bəli. Mövzu ondan gedir ki, Pezeşkiyan liderliyində görürsünüz. Mən İran İslam Respublikasının hələ bugünkü statusuna qarşı çıxış eləmirik ki biz. Biz anlaşmanın tərəfi olduğumuzu bəyan elədik. Dövlət olaraq da Azərbaycan ictimai, elmi potensialı da bu mövzuda tam mənada dəstək verdi. Bu siyasətin içərisində olmağımızı istədi. Bunu istəməyənlər bölgəni qarışdırmaq istəyən qüvvələr olur ki, niyə bölgə qarışmır? Anlaşmanın içərisinə gedirlər. Bunların da əsas figur dövlətlərinin birincisi İsrail idi. Netanyahu İsraili. Təbii ki, mən İsrail deyəndə o xalqı da nəzərdə tutmuram. Biz İran faşizmi deyəndə molla faşizmi, demokrat faşizmi, şah faşizmi, digər faşizmlər deyəndə təbii ki, İranda yaşayan fars millətini nəzərdə tutmuruq. Onun kimi ayrı-ayrı millətləri və ayrı-ayrı xalqları biz nəzərdə tutmuruq. Onlar üzərindən qurulmuş oyunda iştirak edən çətələrdən danışırıq. O çətələr ki, bu prosesdə savaşın tərəfdarıdır. İran İslam Respublikası adlanan bir bölgənin təmsilçisi olan bir çox qüvvələr var ki, bugün hakimiyyətdədirlər, Zahir bəy. Azərbaycan, Türkiyə, İran münasibətlərinin yaxşılaşmasını istəmirlər. İran içərisində nə qədər qüvvələr yazdı, Pezeşkiyanın Bakıya gəlib Azərbaycan Cumhuriyyətinin anlaşmasını istəmədilər. Və eyni zamanda bunu kim istəmədi? Mane olmağa çalışırdılar. Bunu təbii ki, bölgədə sabitliyin olmasını istəməyən qüvvələr istəmirdi. Birincisi də bölgədə İsrail idi. Bu baxımdan İsrail mesaj verdi ki, mən də Bakıya gəlirəm. Azərbaycana mesaj verirdi ki, siz Pezeşkiyanla İranla anlaşmayın. Biz gələcək, daha gözəl anlaşmalarınız olacaq. Biz Azərbaycanı dünya daha üst səviyyədə təqdim edəcək və Azərbaycana sanki bir mesaj verirdilər ki, bizdən möhkəm yapışın, İranla çatışaq. Azərbaycan Cumhuriyyətinin Cumhurbaşqanının liderliyində də siyasət hansısa dövlətlərin maraqlarına deyil, Azərbaycan dövlətinin və böyük türk millətinin maraqlarına uyğun olaraq quruldu ki, Pezeşkiyan ən üst səviyyədə qəbul olundu. Bəli.
Bu səviyyədə qəbul olunmağı İsrailin xoşuna gəlmədi Zahir bəy. Ona görə artıq Netanyahu liderliyində olan İsrail bildi ki, Azərbaycana Netanyahunun gəlişi artıq heç bir effekt verməyəcək. Ona görə çalışdılar ki, gəlişi pozsunlar. Buna da don geyindirmək lazım idi. Fikir verdiniz, İsrail rəsmi dairələr açıqlamalar verdi ki, Qəzzada və Suriyada olan siyasi olaylara görə Netanyahunun Bakıya gəlişi təxirə salınır. Doğru mu? Adama sual verirlər. Suriyada olan olayların sənə nə aidiyyatı var? Və eyni zamanda Qəzzadakı savaşı aparan sənsən də. Bundan başqa, Netanyahu Bakıya gəlmə ərəfəsində Suriyanın ayrı-ayrı bölgələrini bombalayan İsrail olmadı mı? Niyə bombalayırdı? Sən həm Bakıya gəlirsən, həm mesaj verirsən ki, Bakıda mən Bakının vasitəçiliyini də qəbul edib, Türkiyə ilə də dialoq etməyə hazıram mesajı verib, Türkiyənin maraqlarına qarşı bombalar tullayıb Bakıya gəlirsən. Sonra da üzr istəyirəm, yalan belə deyək də, mətbuatda yaydılar ki, İsrail mətbuatında, Türkiyə bizə hava yoluna icazə vermədiyi üçün gəlmirik. Buradan bura Türkiyə ilə Azərbaycanın da münasibətlərinə təsir edir. Alternativ yollar burada özləri də son dövrlər təbliğatlarını uduzurlar. Birinci o açıqlamanı verməklə belə bir fikir yaradırlar ki, Türkiyə icazə verməsə bunlar heç yerə gedə bilmir. Dəyərli izləyicilər, son dəqiqə xəbərimiz var. Mən istəyirəm bunu paylaşım hamınızla və elə bu mövzuya keçəcəkdim, amma yaxşı ki, son dəqiqə xəbərimiz olacaq. Deməli, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək qələbə paradına qatılmayacaq. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Qatılacağı haqqında xəbər var idi ki, qatılmayacağı haqqında. Qatılacağı haqqında deyilirdi. Olmayıb. Deyilirdi canım. Yox, yan quruluşlar onu fikrə yaratmağa çalışırdılar. Bəli, yox, mən sizə Azərbaycanın qürurundan heç kim oynaya bilməz Zahir bəy. Mən sizə deyim ki, deyilirdi. Hətta mən istəmirəm, ad çəkməyəcəm, amma bir neçə, hətta millət vəkillərindən də mən soruşmuşdum ki, əgər Netanyahu Bakıya gələcəksə, o gəldiyi ərəfədə prezident də həmin ərəfədə gəlməlidir. Qələbə paradına gedəcəkmi? Çox belə şeylə mənə bildirmişlər. Rus trolları da millət vəkilləri nə danışırsınız? Rus trolları mütləq iştirak edir. Rus trolları. Birinci Rusiya Azərbaycan uçağını vurub hələ onun qarşılığını almayıb. Azərbaycan Cumhurbaşqanı o dövlətə gedərmi? Mən inanmıram ki, İlham Əliyev qürurunda, liderliyində olan bir Azərbaycan belə bir durumda elə bir parada geçsin. Mənim həqiqətən bax bu dəqiqə içimdən gəlir ki, bu fikirləri səsləndirim ki, mən həqiqətən də mən Azərbaycan vətəndaşı olaraq mən cənab prezident İlham Əliyevlə bir daha qürur duydum. Gerisi heç bir şərh vermirəm, heç bir fikir bildirmirəm, amma bu xəbərlə mən bir daha Azərbaycan prezidenti ilə qürur duydum. Nə yaxşı ki, bizim prezidentimiz cənab prezident İlham Əliyevdir və o qürurlu bir prezidentdir. O qalib və qürurlu xalqı layiqincə təmsil edən bir prezidentdir. Mən çox sevindim həqiqətən Candar bəy. Elə sizdən soruşaq. Bu arada Moskva yenidən vurulub. Bu parad nədir? Azər bəy, bu yenidən vurulmaq deyəndə bu artıq Rusiya və Ukrayna siyasətində Rusiyanı Hindistanla müqayisə eləmək olar. Yəni Rusiya artıq bir Hindistandır. Yəni Rusiya hansısa bir qürur dövləti deyil ki və güclü dövlət deyil ki, Azərbaycan millət vəkilini geri qaytarmaqla deyil. O Rusiyanın qüdrəti sayılmır ki, cılızlığıdır. Bu arada deputatımızı da bildiniz də, Azərbaycanı geri qaytarıblar. Belə çıxır ki, Azərbaycan deputatlarının içərisində Zahir bəy tək Rusiyanın əleyhinə bir deputat çıxış edib bu vaxtda. Belə görsəldi. Deməli ki, 25 deputat Rusiyanın əleyhinə ömür boyu danışmır. Yox, indi ora hamısı getməyib axı. Yox, inan ki, gedib gəlirlər ki, onlara toxunmurlar. Mən belə başa düşdüm, cəmi bir deputat ömründə Rusiyanın əleyhinə danışıb, onu da geri qaytarıb. Rusarın millət vəkilidir Azər Badamov. Mən şəxsən tanımıram özünü, amma mən buradan Badamovu təbrik edirəm Zahir bəy. Bu geri qaytarılmasına görə xoşum gəldi. Mən çox istərdim ki, Azərbaycanın bütün deputatlarını o qadağanı qoysunlar. Onda dərdim ki, Azərbaycan millət vəkillərinə əlal olsun. Özlərini Zahir bəy, Qüvvə Demokrat adlandıran, Milli Qüvvə adlandıran deputatlar var.
Onlar Rusiyanın adı gələndə dodaqları çatlayır, az qallar Rusiyadan ötürü özlərini öldürərlər. Putinlə danışanda gözləri yaşarır. Mən istəmirəm kimlərlənsə bağlı danışım, amma bu Badamovu mən təbrik edirəm. Kim nə deyir desin. Kişi adamdır. Eyni zamanda mən istəyirəm ki, Azərbaycan xalqı onun dəyərini bilsin. Badamova da bir məsləhətim var. Bundan indən belə nə gəldi Rusiyanın, nəyi var danış. Qoy Rusiya yerini bilsin. Mənə belə gəlir ki, Rusiyanın bugün ən yaxşı cavabını Azərbaycan xalqının lideri, Azərbaycan dövlətinin rəhbəri İlham Əliyev verdi. Əlavə şərhə heç ehtiyacı yoxdur. Sahib bəy, gəlin qəbul eləyək ki, bugün tarixən də belə olub, eşitirsən. Mən bu tezi hər zaman demişəm elə. Demişəm, Azərbaycan-Türkiyə birliyi varsa, Turan var. Demişəm, deməmişəm. Bəli, bəli, həmişə. Bax, bu iki birlik olsun ha. Gör nələr çözüləcək, Sahib bəy. İran başdan başa Azərbaycan olacaqmı? İki cumhuriyyət bir yerdə olanda. Bizim böyük mənada qapımız Güney Türkistan açılırmı? Pakistanla quru sərhədlərimiz yaranırmı? Ən böyük müttəfiqlərimizdən birindən, doğrudurmu? Ön Asiyada, Afrikanın içərisinə qədər nüfuz dairəmiz genişlənirmi? Bundan sonra Tokayev, 1000 dənə Tokayev olsun ha. Qazaxıstanda hakimiyyətdə qala bilməz. Bəli. Gerçəkdən də Türkistan, Türk Cumhuriyyətləri Turanın qüruru olacaqlar onda. Bəli. Bunun sirri Türkiyə-Azərbaycan birliyindən keçir. Ona görə troll qüvvələr Azərbaycana böyük sevgiləri, Türkiyə böyük sevgiləri, Türkiyə və Azərbaycanı üz-üzə qoymaq olub ki, biz səni sevirik, amma Türkiyə ilə biraz uzaq durun. Bəli. Türkiyə deyə bilər ki, biz sənin üçün hər şey edərik ki, Azərbaycana çox yaxınlaşmayın. Qarabağ çözümündə ermənilərə dəstək verin, məsələn üçün ha. Amma böyük Türk millətinin böyük türk dəyəri, əxlaqı, dövlət dəyərləri və o bilinçli olan, dövlətin içində olan bir türk məfkürəsi ona imkan verməyib və heç zamanda verməyəcək Zahir bəy. Bu baxımdan da mən hesab edirəm ki, məhz bugün Sayın Əliyevin paradla bağlı olan açıqlamasının Rusiya tərəfindən də bilirsiniz, elan edilməsi, bu onların böyük haykırtısıdır, bu onların bugün rəzil durumda olmasının xəbərçisidir bu açıqlama. Bunlar bilməlidir ki, Azərbaycan Cumhurbaşqanı heç vaxt Rusiyaya getməz. Azərbaycan Cumhurbaşqanı hələ Rusiya vurduğu uçağın hüquqi və siyasi qiymətini almayıbsa, hələ Azərbaycan Cumhurbaşqanı ölkəyə getməz, həm də belə bir parada. Bir də o para Rusiyanın qələbəsi deyil ki, Zahir bəy. Hər kəs bilir ki, İngiltərə və Amerika olmasaydı Rusiya Sovetlər Birliyi 1945-ci ildə qalib gələ bilməzdi. O günü Trump təsadüfən demədi, dedi, müharibənin qalibi bizik, Amerikadır. Hələ müharibənin qalibinin Rus olduğunu özü şübhə altındadır. Rusiya niyə para keçirir? Rusiya bəyəm qalib gəlib ki, Sovetlər Birliyi para keçirir. O qələbəni həyata keçirən qüvvələr var ki, axırda dəcəl biz özümüz sən kimsən? İkinci, 1945-ci ildən çox savaşan xalq və eyni zamanda ən çox fiziki itki verən xalq Ukraynalılar olmayıb mu? Bütün savaş Ukrayna coğrafiyasında həyata keçməyibmi? Qələbə varsa birinci Ukraynanın qələbəsidir. Onun nədən Rusiya öz üzərinə götürələ bir parad da keçirir? Rusiya bundan oyun oynamasın. Rusiya kimlərə mesaj verir? Ömür boyu Rusiya faşizmə qalib gəlməyib. Özü böyük bir faşist olub. Faşist bir qurum hansısa bir faşizmə qalib gələ bilməz. Yalandır. Burada başqa qüvvələr var ki, bu faşistdən xortdan kimi istifadə ediblər. Deməli, vəkil Rövşən Qasımov çox gözəl bir fikir yazdı. Mən istəyirəm bunu səsləndirəm. Mən tanıyıram Rövşən bəyi, vəkil kimi. Onu salamlayıram buradan. Rövşən müəllim mən yaxşı. Dəyərli bir aydındır. Bəli, bəli, çox gözəl insandır, dəyərli ziyalıdır. Tanıyıram, ona görə onun fikrini deyir. Azərbaycan zərgər dəqiqliyi ilə qurduğu xarici siyasəti uğurlarımızın əsasıdır. Həqiqətən də deməli, Cahandar bəy, mən qeyd eləmək istəyirəm ki, son 2019-dan sonra da bu Ramiz Mehdiyev mafiyası dağılandan sonra... Fəthullah, Azərbaycanın FETÖ-sü gedəndən sonra. Bəli. Türkiyədə FETÖ, Azərbaycanda METÖ. Deməli, gedəndən sonra biz xarici siyasətimizdə də, cizgilərimizdə də bütün açıqlamalarımızda hansı yanlışlığa yol verməmiş. Nə demək? Elə ona gəlirdim ki, cənab prezidentin o yeni komandası ki var, o xarici siyasət məsələləri şöbəsinin müdürü, eyni zamanda köməkçisi hörmətli Hikmət müəllim Hacıyev,
eləcə bizim Xarici İşlər Nazirimiz Ceyhun Bayramov, yəni bu işləri cənab prezidentin yanında komanda olaraq o qədər möhtəşəm şəkildə qurublar ki, bu günləri hətta üzr istəyirəm, Azərbaycana qarşı olan şəxslər belə Azərbaycanın xarici siyasətinə dil uzada bilmirlər. Hamı deyir ki, qardaş, Azərbaycan xarici siyasətində problem yoxdur. Zərgər dəqiqliyi ilə bax necə ki bizim Zahir bəy, burada bunu biraz mən öz tərəfimdən redakt etmək istəyirəm ki, mən öz fikirlərimi artıq deyirəm. getdikcə xarici siyasətindən prinsipial mövqe tutan Sayın Əliyev güclü bir komanda qura bilir. Bəli. Mən doğrudan da son dövrlər diplomatik davranışlarına görə Ceyhun Bayramovu təqdir edirəm açığı. Eyni zamanda Hikmət Hacıyev də bir sıra mənim tənqidlərimə tuş gəlsə də bir sıra artıq gedişatlarda görürəm ki, oturuşmuş bir davranışları var. Onu da buradan təbrik etmək istəyirəm. Gerçəkdən də bu siyasətdə Sayın Əliyevin liderliyində aparılan bu siyasətdə komandanın ayrı-ayrı üzvləri qabarıq görünməyə başlayıblar. Mən bunlara bu baxımdan da formalaşan bir xarici siyasət korpusunun güclü bir komanda olacağına inanıram və inanıram ki, Azərbaycan dövlətini milliliklərə aparacaq bir bazanın yaranmasının artıq şartları görünməkdədir. Yeri gəlmişən çox doğru qeyd etdiniz. Bütün bu işlərin müəllifi məhz cənab prezident özüdür. Təbii, Zahir bəy, sabah Sayın Əliyev desək ki, mən Moskvaya gedirəm. Komanda nə deyəcək? Deyəcək, yox, gedə bilməzsən. Gəlin qəbul edək ki, Zahir bəy, mən nə də demək istəyirəm, bir millət, ya istənilən bir fərd, xarakterlidirsə, qürurludirsə, o artıq bütün onun atdığı adımlar uğurlu olacaq. Bunu heç kim unutmasın. Heç kim düşünməsin ki, Sayın Əliyev hansısa belə elədib, işlər belə düzəldi. Sadəcə Sayın Əliyevin bir üstünlüyü var. O qürurlu durmağı və xarakterini qorumağı bacarır. O düşmən ona düşmənçilik edirsə cavabını verir. Dostsa dostluğunu eləyəndə cavabını verir. Və eyni zamanda dostu qardaşını vurursa deyir, ey dost, qardaşımı vuranməzsən. Bu sözü də deyə bilir. Bu kursu, bu nəfkürəni yaşadığına görə o anında sözünü deyə bilir. O bilir ki, Azərbaycan uçağını vuran bir dövlətin hansısa bayramına gedilməz. O onun xarakterindən və onun duruşundan irəli gəlir. Bu da Azərbaycan xalqının min illiklərə dayanan bir duruşuna adekvatdır. Mən bu baxımdan millətimizin belə bir təmsilçiliyində bugün atdığı bu xarici siyasət kursunda bir daha Sayın Əliyevə öz təşəkkürümü bildirirəm. Kim nə deyir desin, bu təşəkkürümü bildirirəm. Kim nə deyir desin, bu təşəkkürü bildirirəm. Azərbaycan Cumhuriyyətinin xarici siyasət kursunu Sayın Əliyev Adada olan toplantısında artıq elan edib. Azərbaycan siyasi kursu o açıqlamaların əsasında formalaşır. Onunla bağlı Azərbaycan xarici siyasət idarələr kitablar yazmalıdırlar, Zahir bəy. Azərbaycanın bölgesel siyasəti necə olmalıdır? Azərbaycanın Avrasiya siyasəti, Afrika siyasəti, küresel siyasəti, dünya dövlətlərindən və ayrı-ayrı para baronlarından, ayrı-ayrı güc mərkəzlərindən mübarizəsi və münasibəti necə olmalıdır? Hamısı orada vəksini tapıb, bütün bunların hamısının kökü böyük Türk millətinin iradəsinə dayanır, birliyinə dayanır. Bu siyasət çox uğurlu siyasətdir. Bu siyasətin içərisində də mən inanıram ki, Türkiyə-Azərbaycan öncüllüyündə nəinki böyük Türk milləti və Türk Cumhuriyyətləri deyil, Avrasiya qalxınacaq, Zahir bəy. Avrasiyada böyük uğurlar qazanılacaq və bu digər tərəfdən də mən təbii ki, bugün bilirsiniz, Rusiyanın paradına münasibət bildirdik. Azərbaycan iştirak eləmir, amma Ukraynadan da Rusiya bir təhdid var herhalde. Bu gün Moskva təkrar vurulub, bəli. Onlarda da belə bir qorxu var ki, biz bəlkə bəzi dövlət başçıları biraz tərəddüd edirlər ki, biz oraya getməyək. Yox, bilirsiniz, mən üzr istəyirəm, mən başqalarını bilmirəm. Məhz cənab prezidentlə bağlı deyə bilərəm ki, onun üçün o məsələlər önəmli deyil. Nəyə görə deyirəm? Azərbaycan torpaqları işğaldan azad edilər, edilməz. Özü və ailəsi ilə birlikdə
hələ minalardan təmizlənməmiş bizim o ərazilərimizə cənab prezidentin səfərləri özü çox böyük risk idi. Sabir, mən onun həyati təhlükəsindən danışmıram. Bəli. Söhbət millətin taleyində hər bir insanın oynadığı roldan danışıram. O bugün özü deyil, o bu millətin taleyini daşıyıcısıdır. Allah eləməsin, nəsə olsa, Azərbaycanda qarşılıqlı olsa, bu Azərbaycan uğuru sayıla bilər. Əlbəttə. Bu baxımdan təbii ki, elə insanlar var ki, özləri üçün yaşamırlar. Onların varlığı böyük bir millətin varlığının məsələsidir. Burada da onlar da yeri gələndə müstəqil qərarlar verə bilməzlər. Amma mövzu ondan gedir ki, təbii ki, Sayın Əliyev Moskva digər dövlət başçıları kimi məhz hücum olacaq yox, Moskvanın Azərbaycana qarşı siyasətində olan qüsurlara qarşılıq verərək getmir. Bu ayrı bir mövzudur. Bölgədə və dünyada oynadığı rola qarşı Azərbaycan məsələsində verdiyi bir mesajdır. Bu ayrı bir mövzudur. Amma gəlin qəbul edək ki, mən inanmıram hansısa dövlət başçısı desin ki, mən o parada getmirəm, birdən Ukrayna vura bilər. Sadəcə Rusiyada bir qorxu var, Zahir bəy. Bir Ukrayna xofu yaranıb. Deyirlər, birdən ateş olar. O günü kim idi Rusiyadan gəlirdi? Moskvada. Bizim bir dənə dostumuz Moskvadan gəlirdi. Gecə saat herhalde 12 ya 11'də uçağı vardı gəlməyə. Elan ediblər ki, PUA-ların hücumu olacaq. Sabah saat 8'də onların uçağını uçurmuşdular. Bakıya. İndi düşünün ki, Rusiyada bir dənə artıq Ukrayna xofu var ki, PUA-lar hücum eləyəcək. Rusiyanı vuracaqlar. Bir ara Hindistanda bu İranda yaranmışdı Zahir bəy. Hətta İran televizyonçusu spikeri bir proqram aparanında hardasa bir partlayış səsi eşidilmişdi. Ayağa qalxmış ki, Amerika bizi vurdu. Bütün bunu dünya göstərirdi. Bu televizyon sunucusu Zahir bəy elə bilmişdi ki, artıq orada deyir Amerika vuracaq. Qorxqaya qalxıb demiş ki, Amerika vurdu. Psixoloji durumdan danışır. İndi Rusiyada bir dənə göz gürültüsə deyəcəklər Amerika Ukrayna bomba atır. Bu Rusiya nə gündədir? Özdə deyirlər böyük dövlətdir. Onun böyük dövlətliyi var. Bu Rusiya böyük dövlət demək ağılsızlıqdır. Bir də Azərbaycan deputatını geri qaytarmaq hələ böyük dövlət sayılmır. Hələ çuppulusan, sən çuppulu dövlətsən. Çuppullu adamlar bu işləri görər. Böyük düşünənlər belə hərəkətlər eləməz. Aydındır Candar bəy, çox sağ olun, çox təşəkkür edirəm sizə. Əziz dostlar, dəyərli izləyicilər, burada Natiq Əliyev çox sağ olun, mən də sizə təşəkkür edirəm və hamınıza tək-tək rəy yazan bütün tamaşaçılarımız var. Mən daimi tamaşaçılarımız var, burada Cahangir var, sonra daimi tamaşaçılarımızdan bizim Adilə xanım var, Firuzə xanım var və bir çoxları var ki, mən onları adlarından artıq tanıyıram. Yəni burada hər dəfə görürəm, siz bizim daimi izləyicilərimiz, sədaqətli dostlarımızsınız. Hamınıza tək-tək təşəkkür edirəm ki, yayımı bəyəndiniz, paylaşdınız, fikirlərinizi yazdınız, müzakirələrdə iştirak elədiniz. Mən də sizə sonda xahişim ondan ibarətdir ki, bizə dəstək olun. Bu nəinki mənim efirlərimi, Reaksiya TV-də yayımlanan bütün efirləri izləyin, bəyənin, paylaşın, fikirlərinizi yazın ki, daha çox şəxsə çata bilsin, daha çox şəxs izləyə bilsin. Minnətdaram sizə. Biz bugün gündəmi müzakirə elədik Candar Bayoğlu ilə. Bugünə olan efirlərimiz bitir. Amma bilirsiniz ki, Reaksiya TV təkcə efir fəaliyyəti göstərmir. Bizim Telegram kanalımız var ki, daim orada 24 saat xəbərlər yenilənir. Eləcə YouTube-un topluluq bölümündə, xəbər bölümündə daim xəbərlərimiz çap olunur. Eləcə reaksiya.az saytımız var ki, orada hər gün məlumatlar mübadiləsi olur, xəbərlər yayılır. Bizi bütün platformalarda izləməyi unutmayın. Instagramda da, Facebookda da, hər yerdə biz varıq. Sağ olun, sağlıqla qalın.